ki Azərbaycanın suverenliyini bərpa edən qardaşlardandır, şəhidlərimizdəndir. Allah ruhunu şad eləsin. Bugün onun mövlud günüydü. Allah onun valideynlərinə, ailəsinə, balalarına səbir versin inşallah. Allah bütün şəhidlərimizi qəriq rəhmət eləsin. Bildiyimiz kimi bir məclislərimizi hər gün Quran tilavəti ilə başlayırıq. Allah o Quranın savabın Kərbəla şəhidləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin ruhlarına hədiyyə edirik və bugün də elə şəhidlərimizi yad etdik. Xüsusən Tural qardaşımızı Allah onun ruhunu şad eləsin. Qəbrində bugün ziyarət eləmişik, valideynləri ilə də görüşmüşük və başsağlığı ərz etmişik. Amma hər bir halda vəzifəmizdir ki, çünki Əbu Abdillah Hüseynin məktəbi bizə şəhidlərə dəyər verməyi və şəhid valideynlərinə dəyər verməyi öyrədir. O da biz də bu məktəbin xidmətçisi kimi və nökəri kimi özümüzə borc bilirik ki, şəhid ailələrinə və şəhid valideynlərinə dəyər verir. Allah cəmi şəhidlərimizi rəhmət eləsin inşallah. Artıq Məhərrəm ayının 10 gününün yarısını keçirik. Deyərdim ki, artıq bir neçə gün qalıb Aşuraya. Ayın 5-i Aşura qeyd olunacaq bütün məscidlərdə Azərbaycanda, o cümlədən də bizim məscidimizdə inşallah ayın 5-i və yəqin qardaşlar elan da düzəldərlər ki, məscidin həyətində hər ilki olduğu kimi bu ildə qeyd olunacaq. İndi bu, belə deyək, dövlətimizin qayda qanunudur ki, yəni bu qayda bütün məscidlərdə tətbiq olunacaq və bizdə də bu qaydaya inşallah ki, riayət olunacaq. Allah bizə güc qüvvət versin ki, bu əzəmətli günlərin qədir qiymətini bilək. Bu müsibətli günlərin əzadarı kimi tarixdə qeyd olunaq. Ki, Allah bizləri həqiqi Hüseyn əzadarı kimi qərar versin inşallah. Allah bu məclislərdən bizə axirət azuqəsi nəsib eləsin inşallah. Biz dünən danışdıq. Həzrəti İmam Hüseyn əleyhissalatu vəssalamın Peyğəmbərin onun haqqında dediyi bir kəlam haqqında danışdıq ki, İnnəl Hüseynə misbahul huda və səfinətun nəcat. Həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Bu haqda danışdıq və bunu imamların Qurana əsasən və hədislərə əsasən hidayət edən olduğunu belə deyək, qeyd etdik. Bugün mövzumuz biraz fərqlidir. Çünki fərqli demək olar, deyərdim ki, o mövzunun elə ardıdır. Amma ki, fərqli tərəfdən ona yanaşarıq və onu izah eləməyə çalışarıq. Baxın, Peyğəmbər Əkrəm Həzrəti Hüseyn əleyhissalatu vəssalam haqqında deyir ki, Allah Lovh-i Məhfuzda deyib ki, Lovh-i Məhfuzu bu kəlamla zinətləndirib ki, həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. Belə bir əzəmətli şəxs ki, Quran buyurur ki, Peyğəmbər sizin üçün ülgü və nümunədir. Peyğəmbər nəyi deyir, onu götürün, nəyi qadağa edir, ondan çəkinin. Belə bir şəxs öz nəvəsi və 3-cü imamımız İmam Hüseyn əleyhissalatu vəssalam haqqında bu sözü deyir. Və o cümlədən Quran-ı Kərimə nəzər salsaq, Quran-ı Kərimdə Peyğəmbərin əhl-i beyti haqqında kifayət qədər, yəni bir neçə əhl-i beytin haqq olduğunu və ya onların pak olduğunu və ya onların sevgisinin zəruri olduğu haqqında Quran-ı Kərimdə ayələr mövcuddur. Yəni bunu artıq başqa bir don geyindirib və əhl-i beyti aid olmadığını iddia edənlər yoxdur, edə bilmirlər. Bu qədər Allah Peyğəmbər əhl-i beyti haqqında və Allah Rəsulü öz əhl-i beyti haqqında təriflər verib, təqdim edir, onların kim olduğunu tanıtdırır, söyləyir. Amma necə ola bilir ki, bəs nə oldu bu insanlar Peyğəmbərin hidayət çıraqçısı olan
adlandırdığı Həzrəti Hüseynə qarşı bu zülmü etdilər. Özü də elə bir müsibət, heç bir peyğəmbər, heç bir imam bu müsibətdən görmür. Çünki bütövlükdə İmam Hüseyn əleyhissalatu vesselamın əhli əyalı ilə öz ibarəmizlə desə divan tutdular. Onun özünə olmayanın əziyyətini elədilər. Səbəb nə idi? Axı bunlar müsəlman idi, cemaat namazı qılırdılar, peyğəmbəri tanıyırdılar, imamın kim olduğunu, yəni kimin övladın olduğunu tanıyırdılar. Çünki imam özü də özünü təqdim edirdi. Siz məni tanımırsınız, mən peyğəmbərin balasıyam, mən xanım Zəhranın oğluyam, mən Əlinin oğluyam. Yəni dəfələrlə Həzrəti İmam Hüseyn əleyhissalatu vesselam özünü təqdim edirdi o zalim tayfaya, zahirən müsəlman olanlara. Bəs bunlar nə səbəb oldu? Həzrəti İmam Hüseyn əleyhissalatu vesselama bu zülmü elədilər, bu əziyyəti elədilər. Bilirsiniz, hərə bir cür izah etməyə çalışır İmam Hüseyn əleyhissalatu vesselamın müsibətini. Amma onu olduğu kimi o müsibəti çatdırmaq çox çətindir. Biri yaxşı danışa bilər, yaxşı o müsibəti belə deyək çatdıra bilər. Amma yenə də düşünməyin ki, o qədər o acı kimi insana təsir edir, narahat edir insanı. Düşünməyin, ha müsibət elə olub. Bilin ki, ondan qat-qat artıq olub. Sadəcə biz onu belə deyək, o hərə öz bacardığı qədər, öz tutumu qədər o müsibəti çatdıra bilir. O müsibətin yəni tayı bərabəri, həddi hududu olmuyor. Bəs nə idi bu qədər qəddarlıq elədilər? Səbəb nə idi? Quran buyurur, "Qul la əsəlukum aleyhi ecran illal mevaddete fil qurba." Peyğəmbər, səndən heç bir əcr mükafat istəmirəm denən o insanlara, heç bir əcr mükafat istəmirəm, fəqət mənim əhli beytimə məhəbbət bəsləyim. Quran bunu söyləyir, amma bir dəstə müsəlman, cemaat namazı qılan, oruç tutan, Peyğəmbərin adın azanda deyən bir qövm, bir tayfa götürdü İmam Hüseyn əleyhissalatu vesselamı. Suyun yolun, indi sabahki gün artıq su, tamamen su yolları bağlanır. Yəni suyun yolun bağladılar, qız gəlin, körpəyə baxmadılar, süd əmər uşağa baxmadılar, nə bilim hamilə qadına baxmadılar, süd verən anaya baxmadılar. Heç bir şeyə, rəğmən heç nəyə baxmadan görürsünüz bu zülmü elədilər. Səbəb nə idi? Hədislərə nəzər salsaq, müxtəlif o mənfi xüsusiyyətlər onlarda mövcud olduğu üçün ona görə onlar bu yola əl atdılar. Bu mənfi xüsusiyyəti sayacağam. Elə birinci özümə tövsiyəm budur. Və sonra siz əzizlərə, vallahi onlardan birinin icraçısı kimi olmayaq. Əgər olsaq, əmin olun ki və əmin olaq ki, bugün zəmanə imamı, İmam Zaman ağa Əccəlallahu Teala fərəcəhu şərif zuhur eləsə, sən də ona etiraz edənlərdən biri olacaqsın. Buna heç vaxt şübhəmiz olmaz. Odur, mən niyə bu qeydləri vurdum? Çox önəmli bir məsələdir. Çünki çox diqqət olunası bir məsələdir. Hərəmiz özümüz üçün bugünkü mövzudan bir pay aparaq. Mümkündür bir insanın daxilində o ruhiyyə, o hissiyyat ki, indi sadalayacağım, əməli icra edən kimi də olması, amma o ruh, o düşüncə onun beynində, onun qəlbində ola, vallah istiğfar eləsin, tövbə eləsin ki, imam qatili kimi dünyadan getməsin və ya imamın etirazsız kimi. Çünki əgər o düşüncədə onun üçün fürsət olması, ola bilsin bir insan o düşüncədə ola, amma zəmin yaranmasın, fürsət olmasın, amma Allah hər şeyi bilir. Səni qiyamət günü, məni qiyamət günü sorğu-sual edəndə mənə, sənə deyəcək ki, baxın, sənin dövründə də imam yaşasaydı, sən də imamın başını kəsənlərdən biri olardı. Odur. Səbəb birincisi, hədislərə və Qur'ana nəzər salsaq, birincisi, Qur'andan uzaq düşməkləri idi. Çünki onlar əgər Qur'andan uzaq düşməsəydilər, Qur'anda təthir ayəsin və ya digər ayələri
oxusaydılar, dərk eləsəydilər, Qur'anı əməl etsəydilər, heç vaxt onlar imama qarşı bu düşmənçiliyi etməzdilər. Qur'an Əbu Abdillahil Hüseyin haqqında, yəni o kisa hədisi ki var, o əbanın altına kimlər girib, o əbanın altında olanlardan da biri bilirsiniz, çox danışılıb. İmam Hüseyin əleyhissalatu vesselam olub. Qur'an onları Tədhir ayəsində, Qur'an-ı Kərimin Əhzab surəsinin 33-cü ayəsində pak qərar verib. Pak, nöqsansız bir insanı niyə insan öldürə bilər? Niyə ona əziyyət eləyə bilər? Niyə ona zülm edə bilər? Niyə ona qarşı çıxa bilər insan? Deməli, nəticə burada budur ki, onlar Qur'andan uzaq düşmüşlər. Əmirul Müminin Həzrəti Əli əleyhissalam Nəhcül Bəlağanın 147-ci xütbəsində bu xüsusiyyətdə olan insanlara bilirsiniz nə deyir? Deyir, baxın, onların ürəkləri Qur'anla düşmən, dilləri isə Qur'an ayələri ilə oynayır. Dilləri, qəlbləri Qur'anla düşməndir. Daxilən Qur'an ayələr onlara sərf etmir. Onlar Qur'anın ayələrindən danışıldıqda qulaq ardına vururlar və ya onu qəbul etmirlər. Amma danışanda dillərində elə cəhcəh vururlar, elə yenə də deyirəm, Kərbəla vaqiəsində Ömər Səddən, Ubeydullah ibn Ziyaddən, Şimirdən və bunların hamısının bir-bir nə qədər orada ordu sərkərdələri var idi. Onlar hamısı Qur'an ayələri namazda oxuyurdular. Həmd surəsini, İxlas surəsini oxuyurdular. Və ya Qur'anın digər surələrin və ya kəlamların işlədirdilər. Dillərində həmd edirdilər Allaha. Elhamdülillahi Rabbil aləmin deyirdilər. Dillərində Allah'tan istəyirlər Siratəl-ləzīnə ən'amtə aleyhim qayril məğdubi aleyhim vələddallin deyirdilər. Deyir, Allah bizləri nemət verdiyin şəxslərin yolu ilə gedənlərdən et. Bizləri azğın zəlalata düşənlərdən etmə. Onlar bu sözü deyirdilər Quranda. Hansı ki, nemət dedikdə İmam Sadiq əleyhissalam deyir ki, o nemət bizlərik. Nemət verdiyin şəxslərin yolu, nemət verilən şəxslər bizik. Nemət verilən şəxs İmam Hüseyin əleyhissalatu vesselam idi. Amma onlar ondan düşmənçilik edib ona əziyyət edirlər. Baxın, Əmirul Müminin Nəhcül Bəlağanın 147-ci ayəsində buyurur, deyir, qəlbləri Qur'anla düşmən idi, amma dilləri Qur'an ayələri ilə oynayırdı. Həzrət sonra buyurur ki, onlar dinə qarşı bir ticarət vasitəsi kimi baxırdılar. Hərə bir eşq, bir məhəbbətə düşmüşdü. Hərənin bir istəyi, bir arzusu var idi. Hərəm məlun Yeziddən biri vəzifə, biri pul, biri qənimət, eşq və sevgisi ilə gəlib imama qarşı çıxmışlar. Hansı ki, zahirən iddia bu idi ki, sanki İslamı müdafiə edirlər. Görün, bədbəxtçiliyin həddi hududuna baxın ki, İslamın imamından qoruyurlar. Həqiqətən Qur'andan uzaq düşməyin zərəri budur. Baxın, biri bu. Möminlər, nə bada Qur'andan uzaq düşək? Nə bada Qur'andan bir addım uzaq düşmüş olay? Nə bada Qur'anı və ya İslamı özümüz üçün ticarət yeri kimi dəyərləndirək? Zaten İslam bir mənəvi ticarətdir. And ola Allaha bir mənəvi deyərdim ki, həm də Allah insanın, sən xidmət elə Allah üçün, Allah sənin ruzuvi elə yerdən gətirib sənə çatdıracaq. Amma niyyətim bu ola ki, mən bu xidməti göstərirəm və ya mən Qur'an oxuyuram, bu işi görürəm. Məqsədim əgər ticarətdirsə və ya İslam dinini öz məqsədlərim üçün biri alver eləyir, Allaha and içir və ya müsəlman olduğunu, Kərbəlayı olduğunu, Məşədi olduğunu, hacı olduğunu ortalığa ataraq biri bir söz demək üçün görürsünüz o titullarından ortalığa qoymağını, görürsünüz ticarət kimi istifadə edirlər. Əmirul Müminin bu cür insanları, yəni Qur'andan uzaq düşən insanları belə
adlandırır. İmam Səccad əleyhissalatu vesselam da xitab elədi küfəlilərə. Ey xəyanətkarlar! Çünki onlar Qur'ana xəyanət etmişdilər. Onlar münafiqlik edirdilər. Onlar özlərin zahirən müsəlman adlandırıb, amma batinən, daxilən başqa işlər görürdülər. Ey xəyanətkarlar! Qəlbinizdə iman sanki, əməlinizdə isə nifaq saçır. Siz nifaq sahibisiniz. Siz Qur'anı oxuyursunuz, lakin ona əməl etmirsiniz. Qur'anı oxuduğunuz halda Qur'an bizim haqqımızda nələri deyir və Qur'an Peyğəmbəri sizə necə təqdim edir və Peyğəmbər bizi sizlərə necə təqdim edib, amma siz onların heç birini əməl etmirsiniz. Ey xəyanətkar! Allahdan qorxmaq necə olmalıdır, necədir siz onu bilmirsiniz, dərk etmirsiniz. Odur, diqqətli olmalıdır. Hər bir mümin namaz qılıram, mən Qur'an tanıyıram, bu düşüncədə insan olmamalıdır. Namaz qılıram, oruç tuturam, mən Qur'anın ayələrinə əməl edirəm. Bəzən insanların bir hissəsi namazı şəxsi maraqları üçün qılır və ya orucu öz riya göstərmək üçün, özünü dindar kimi təqdim etmək üçün qılır və ya ondan sui istifadə etmək üçün edir. Və tarixdə bu bəllidir. İkinci hal, dünyaya ifrat dərəcəsi çox idi onlarda. Yəni çox bağlı idilər dünyaya. Tamah və məqam arzusu onların qəlbində var idi. İmam Baqir əleyhissalatu vesselam buyurur ki, atam Hüseyni öldürənlər dünya malına görə bu cinayəti əl atdılar. Onlar din üçün atam Hüseynə qarşı çıxmadılar. Onlar dünya malına görə bu cinayətə əməl atdılar. Amma o insanlara nə dünya malı qaldı, Həzrət buyurur, nə də ki, dünyada o adları şan şöhrət kimi tarixə düşdülər. Bilirsiniz, Ömər Səd ölənəcən reyin eşqi ilə, elə o arzusu ilə öldü. O eşqlə bir yerdə Həzrət İmam Hüseyn əleyhissalatu vesselamla uşaqlığı bir yerdə keçirilib, bunu eşitmişsiniz. Tarixdə qeyd olunur, dəfələrlə danışılıb. Amma o qədər dünyaya bağlılıq oldu onda, o qədər o dünyası, hər kəs dünyanı istəyir. Allah dünyanı pisləmir, amma dünyagir olmağı pisləyir. O ifratı keçməyi pisləyir. O qədər dünyaya bağlı idi ki, rahat oldu onun üçün uşaqlığı bir yerdə və bilirdik Peyğəmbərin qucağında İmam Hüseyn əleyhissalatu vesselam necə böyüyüb, Peyğəmbər onu necə nəvaziş edib, Əmirül-Müminin onu necə nəvaziş edib. Adam bir qonşu ilə qonşuluq edəndə, qonşunun uşaqları ilə vaxt keçirəndə, adam qonşunun evinə gedir. Görürsən qonşu uşağı ilə necə davranır və ya baba nəvəsi ilə necə davranır. Ömər Səd məlun da İmam Hüseyn ilə Həzrəti Peyğəmbərin, xanım Zəhranın və Əmirül-Müminin necə davrandığı, necə sevdiyini, necə öpdüyini, necə nəvaziş etdiyini və İmam Hüseyn əleyhissalam Peyğəmbərlə necə hərəkət etdiyini görürdü. Amma buna rəğmən dünya onu elə kör elədi, onların hamısını unuttu. İstək və sevgisi, bilirsiniz, Aşura günü Həzrət İmam Hüseyn əleyhissalam tarixdə qeyd edirlər ki, Ömər Sədi çağırdı, öz ibarəmizlə isə dedi, kişi ol. Bir dövrün zamanı yaşamışıq. Əl çək bu yoldan. Dedi, bunlar mənim vəzifəmi əlimdən alarlar. Həzrət dedi, sənə vəzifə verərəm. Bunlar mənim evimi yıxacaqlar.
Dedi Mədinədə sənə ev verəcəyəm. Başladı bu nə şeyləri deyirdi ki, bunlar əlimdən gedəcək. Həzrət dedi, mən bunu sənə verəcəyim. Amma dünya onu elə kör elədi, imamın sözünü də eşitdi. Qəlbi möhürlənmişdi. Xatamallahu ala qulubihim və ala səm'ihim və ala əbsarihim. Onların gözləri də möhürlənib, qulaqları da, qəlbləri də möhürlənib. Ömər Sədin qəlbin, qulaqların, gözün elə möhürlənmişdi ki, dünya möhürlənmişdi ki, imamın sözünü də eşitmir. O da İmam Baqir əleyhissalatu vesselam deyir, onlar dünyaya göre atam Hüseyin'le vuruştular ama ne dünya onlara kaldı, ne de onların adı dünyada güzel şekilde qeyd olundu. Bugün en belə deyək, Əhl-i Beytə qarşı yüngül yanaşan Müslümandan da Ömer Səd'i soruşsan, o da diyecek ki, bəli, onu bu cür qeyd edəcək. Bugün bu məclislərə hətta dil uzadan adamlara sual elə, Şimir neyniyib, Ömer Səd neyniyib, deyər Kərbəlada iştirak edib imama qarşı, İmam Hüseynə qarşı. Baxın, tarixdə necə gəlib onun adı? Mənfi bir tarixdə onun adı mənfi bir siyahidə qeyd olunur. O da imam dedi ki, nə dünya, nə də ki, dünyada onların bir adı qaldı. Həzrət yenə buyurdu ki, Hüseyni öldürənlər din üçün yox, dünya məqamı üçün bu cinayətə tərəf getdilər. Onlar din üçün, İslam üçün vuruşdu, yox. Yenə dediyim kimi, imamla necə vuruşa bilərsən ki, sən İslam'a zərər vurursan, sən İslam'a qarşısan. Odur, bu şeyler bizim üçün də diqqət olunması məsələlərdir. Bəzən dünya bizi elə aldada bilər ki, bizim vasitəmizlə, hətta biz də eləməsək, bizim vasitəmizlə dinə elə bir zərbə vurulacaq ki, elə bir təsirlər olunacaq ki, bizim başımızı dünya malı ilə aldadacaqlar. Bizim başımızı Kur'an'ı təhrif, yəni nə mənada izah baxımından, bugün çünki çoxları onun üçün çalışır. Kur'an'ı öz düşüncələri ilə izah etməklə bizi aldadıb dindən uzaq edə bilərlər. Buna əmin olun, Kur'an'dan uzaq düşsək, dünyaya bağlı olsaq, mütləq şəkildə imamdan uzaq düşmüş olarıq. Çünki Kur'an Peyğəmbərin hədisinə əsasən Əhl-i Beytlə bərabər tapşırılıb. Hər ikisini mən dünən də dedim. Hər kim bu iki əmanətdən yapışsa zəlalata düşməkdir. Birin tutun, birin buraxın, düşər zəlalata. 12 imam üçün də canın qurban eləsən, amma Qur'ana əməl eləməsən, sənin nə qədər adam var idi Əmirul Möminin dövründə, Həzrəti Əliyə o qədər məhəbbətləri var idi, qulub edirdilər. Həzrəti Əliyə Allah deyirdi. Niyə? Çünki Qur'andan uzaq düşüb, amma imama qarşı sanki məhəbbəti vardı. Görürsünüz, Əmirul Möminin onları cəhənnəm əhli adlandırır. Odur bütövlükdə nə imamdan, nə Qur'andan ayrı düşmək olmaz. Qur'andan ayrı düşərsən, imamsız qalarsan. İmamdan ayrı düşərsən, Qur'ansız qalarsan. Yəni, eyni bir şey. Və üçüncü xüsusiyyət, Qur'an ayəsini əsasən nifaq və ikiyüzlülük idi. Qur'an buyurur, وَمِنَ النَّاسِ مَنْ يَقُولُ آمَنَّا بِاللّٰهِ وَبِالْيَوْمِ الْآخِرِ. İnsanların elələri var ki, deyəcəklər biz Allah'a və ahirət gününə iman gətirmişik. Və ma hum bi mu'minin. Halbuki onlar mümin deyirlər. Mümin idi Kərbəlada qan tükənlər. Zahirən müsəlman idi. Artıq bu ayənin şərhini əvvəldəki hədislər qeyd edir. Dördüncüsü haram yemək. Baxın, bu məsələ çox diqqətli məsələdir. Nə qədər namaz qılsan, nə qədər gündə Quran oxusan,
ne kadar imamdan mersiye desen, eğer haram yesen, onların hiçbirinin senin ruhu ve tesiri olmaz. Əksine bir müddetten sonra elə şübhələr senin qəlbində, senin ruhunda yaranacak ki, küfr əhli olacaksan. Hazreti İmam Hüseyin aleyhissalatu vesselam bilirsiniz ne dedi? Kerbela'da onunla üzbeüz dayanan 30 bin orduya veya Ömer Sa'de, Şimre ve diğerlerine bilirsiniz ne dedi? Dedi, siz beni öldürmek istiyorsunuz. Ben sizi qınamıram. Çünkü sizin karnınız, mədəniz haramla dolub. Halal üçün mədənizdə, qarnınızda yer yoktur. Ona göre qılınclarınızı, üzünüzü mənə tərəf tutmusunuz. Hədislərdə də qeyd olunub. Bir çox günahın, haram işin insanın mənəviyyatına, əxlaqına, ədəbinə, düşüncəsinə, etiqadına, imanına təsiri olacaq. Amma haram yemək qədər, haram qida qədər insana təsir edən başqa bir şey yoxdur. Çünki haram söz deyə bilərsən, o sözlə istiğfar edib o söz aradan gedər. Ama haram qida yiyənin qanı və canı, sümüyü o haramla bərkiyir. Bir insanın canında bir xəstəlik varsa, bəzən olur, onu tip o xəstəliyi dondurur müəyyən dəva dərmanla. Amma xəstəliyin özəyi qalır orada. Haçan bir boşluq olan kimi tez baş kaldırır. Haram qida da o cürdür. İnsan onu yedikdə sənin bədənin, ətin, qanın onunla formalaşıb. Ola bilsin bir müddət Kur'an oxumaq veya namaz qılmaq, oruç tutmaq sənə təsir edər. Müəyyən qədər dayandır, amma o haram haradasa səni bir şeye sürükləyəcək, pisliklərə tərəf aparacaq. Niyə? Tövbənin şərtlərindən biri də budur ki, nəsuh tövbənin şərtlərindən biri də budur ki, haramdan yediklərinizi əridəsiz, bədəninizi əridəsiz. Nə üçün bunu Peyğəmbər deyir? O xəstəlik, o mənəvi xəstəlik, ruhi xəstəlik sizin canınızda olmasın. Kərbəlada haram yiyənlər idi. Mədəsi, qarınları haramla bərkiyənlər idi. Qazancı illərlə, haramla qidalananlar idi. Odur İmam Hüseyin aleyhissalatu vesselam buyurur ki, o qədər haram yemişsiniz ki, mədənizdə halal üçün yer yoxdur. Qəlbiniz mühürlənib, hətta o qədər mühürlənib ki, haram qəbul etdiyiniz üçün nəsihət də qəbul eləmirsiniz. İmamın sözü də sizə təsir eləmir. Adam onları görsən, bir kəlmə söz, bir hədis, bir ayə deyərsən, qəbul eləyər, anlayar. Amma adam var, günlərlə otur onunla danış, görürsünüz, qəbul etmir. Çünki o haramla, vücudu haramla bürünüb, halalı həzm edə bilmir. Mədə dolu olanda necə yiyə bilərsən? Onun da ruhu dolub artıq haramla. Xəstəlik onun bütün şaxələnib, o ruhi xəstəlik, o haramdan onun bütün bədəninə şaxələnib. Odur, nəsihət də imam dedi ki, qəbul etmirsiniz. İmam Sadiq aleyhissalatu vesselam deyir, Yezidin ətrafında kimlər idi? Yezidin ətrafında şərab içənlər idi. Yezidin ətrafında qumarbazlar idi. Yezidin ətrafında Yezidə o komandanı verdirənlər cahillər idi, nadanlar idi, Allah'tan uzaq düşənlər idi, Peyğəmbərdən uzaq düşənlər idi, Kur'an'dan uzaq düşənlər idi, halal haram bilməyənlər idi.
Bu şəxsləridir ki, ona görə mənim atam Hüseynin başını kəsdirdilər. Yezidi o belə deyək, yolda vəziyyəti ona izah edib o əmri verməyə vadar edir. Baxın, Allah rəhmət eləsin Müslümü. Biz Müslüm haqqında danışmışıq, amma onun balaları doğrudan biz Əhl-i Beyt məktəbi bizə onu öyrədib ki, biz Peyğəmbər Əhl-i Beyti üçün hər kim körpədən uşağa qədər kim əziyyət çəkibsə, gərək onları tarixdə qeyd eləyək. Baxın, o qədər dünya məhəbbəti onların qəlbləri və ya haram onların qəlbləri haramdan qəsavət bağlamışdı. Müslümün 10 və ya 8 yaşında iki oğlu Abdullah İbrahim adlanır. Bilirsiniz, Həzrəti Müslümün 4 uşağı olub və tarixdə qeyd olunur ki, qızı da olub. O qız Kərbəla vaqiəsində İmam Hüseyin əleyhissalatu vesselamla olub. Hətta imam onlara təklif edib ki, sizi Peyğəmbər Əhl-i Beytində olan qız gəlinlərə belə deyək, qoşun, gedin Mədinəyə, amma heç kim onu qəbul etmədi. Həmçinin o qız da dedi ki, mən bunu qəbul edə bilmərəm. İki övlad, bunu tarixdə yazırlar ki, Kərbəla yaxınlığında, Küfə yaxınlığında o iki uşaq ayrıldı imamdan. Amma əsasən belə mən oxumuşam ki, Həzrəti Müslüm Küfəyə gedəndə o iki övladını da aparmışdı özünü. Və Kərbəla vaqiəsindən sonra biləsiniz, bir il 10 və 8 yaşlı uşağı məhbəsdə saxladılar. Baxın, cahilliyin həddinə baxın, 10 yaşlı uşaq nə edə bilər? 8 yaşlı, bunlar tək böyüklərlə yox, ümumiyyətlə Peyğəmbərin nəslindən, Bəni Haşimdən heç kimin haqqı deməyə belə deyək, bir şərait yaradılması üçün hər şeyi məhdud edirdilər ki, bunlar üçün bir şərait yaranmasın haqqı desin. 10 və 8 yaş. Bir mərhəmətli zindanban idi. Açdı bu qapını Müslümün balaları üçün. Bilirsiniz, yazırlar ki, Harisin xanımı idi və ya bəzi başqa rivayətlərə ki, Fatimə adlı bir xanım idi. Bunu öz evində gizlətdi. Məlun Harisə İbn Ziyad demişdi ki, kim o iki uşağı tapsa, gətirsə, çünki bilirdi, həbsdən qaçırlar. Və ya onların başlarını gətirsə, onlara bu qəniməti verəcək. Baxın, haram insanı bu həddə çatdırır. Müslümün balalarını tutdular. Haris tapdı və işgəncə ilə onu öldürdülər. Belə bir mərsiyə yazılmışdı mənim o köynə mərsiyələrin içində, amma mən də onu qeyd eləmişəm. Baxın, insan bunu oxuyanda adamın ürəyi ağrır. Yalvardı Harisə. Yalvardı ki, böyük qardaş Muhammed dedi ki, əvvəl məni öldür ginən, sonra mənim qardaşımı. İstəmirdi, mənim balaca qardaşımın ölməyini mən görüm. Onun işgəncə ilə bir insanın başı kəsilə qardaşının yanında doğrudan böyük bir zülm, bir əziyyətdir. Belə dedi, vallah Allaha xoş gələr. Hər kəs yetimə rəhm edər. Rəhmin yoxdur zalim məgər, əvvəl məni öldürginən, sonra mənim qardaşım. Ya kəs bizim zülfümüzü, çək bazara, qul sat bizi. Yalvardı ki, dedi, qul kimi apar bazarda bizi sat, amma başımızı kəsmə, bizi şəhid eləmə. Və ya bunu da etmirsən, əvvəl məni öldürginən, sonra mənim qardaşımı. Etmə sitəm qardaşıma. Etmə əziyyət mənim qardaşıma. Eləmə. Çək xəncəri, vur başıma. Əvvəl vur məni öldür, qoy qardaşım İbrahimin öldüyünü görməyim. Qıl bir nəzər göz yaşıma, əvvəl məni öldürgünən, sonra mənim qardaşım. Hətta ona yalvardı ki, bizi diri apar İbn Ziyadın huzuruna.
ki, bəlkəm o rəhm, baxın, o qədər zalim idi ki, dedi ki, bəlkəm o bizə rəhm elədi, bizi öldürmədi. Amma Haris məlun bilirsiniz neynədi? Fəratın ətrafında elə İbrahimin başını kəsdi, sonra Muhammedin başını kəsdi və onların bədənin atdı Fərat çayına. Başını apardı məlun İbn Ziyadın yanına. Baxın, haram insanı bu yerlərə gətirir, çatdırır. Əla lə'nətullahi aləl qavmiz zalimin. Vahi Muharrem'di.